Hə, pişik ilə siçan dost ola bilər? Bu sual yəqin ki, çoxumuza uşaqlıqdan tanışdı. Amma gəlin bugün hamımızın bildiyini zənn etdiyimiz, ancaq əslində dərin, qaranlıq sirlər saxlayan bir nağla başqa gözlə baxaq. Görək bu sadə hekayənin pərdə arxasında xəyanət və təbiətin amansız qanunları haqqında bizə nə pıçıldayır? Bəli, bu sual əslində bütün hekayəmizin tam mərkəzində dayanır və cavabı heç də düşündüyümüz qədər sadə deyil. Əksinə, bizi birbaşa xəyanətin və təbiətin o sərt reallıqlarının düz ortasına aparacaq. Gəlin başlayaq və görək bu nağılın bizə demək istədikləri nədir? Hər şey ilk baxışdan çox qeyri-adi bir tərəfdaşlıqla başlayır. Amma bilin ki, bu ittifaqın bünövrəsi elə ilk andan çürüyüdü. Gəlin görək, bu təhlükəli dostluq demək olarsa, necə quruldu? Deməli, hər şey pişiyin o şirin, yaltaq dili ilə başlayır. O qədər inandırıcı danışır, o qədər dostluq, təhlükəsizlik vəd edir ki, bizim bu sadəlöv siçan da inanır. Təsəvvür edin, pişiklə bir evdə yaşamağa razılaşır. Əslində bu, faciəvi sonluğun ilk addımı idi. Yaxşı, bəs onların planı nə idi? Qışa hazırlıq görmək. Birlikdə bir küpə donuz piyi alıb saxlayacaqdılar ki, soyuqda ac qalmasınlar. Amma ən maraqlısı, hətta deyərdim ki, ən ironik olanı bilirsiniz nədir? Bu küpəni gizlətmək üçün seçdikləri yer, bir kilsənin mehradının altı. Göya ki, Tanrının evində oğurluq olmaz. Amma onlar bilmirdilər ki, bu seçim əslində yırtıcının işini daha da asanlaşdırır. Və baxın, elə buradaca xəyanət oyunu başlayır. Pişiyin o doymayan iştahı, o acgözlüyü artıq özünü göstərir. Və o, bu saxta dostluğu bitirmək üçün bir-birinin ardınca 3 böyük yalan uydurur. Deməli, ilk yalan. Pişik bir gün gəlir deyir ki, ay siçan, mənim xalam oğlu pişik balalayıb, məni də xaç atası çağırırlar, mütləq etməliyəm. Əlbəttə, siçan nə bilsin, inanır. Amma pişik hara gedir? Düz kilsəyə. Gedib o birgə saxladıqları pirənin ən ləzzətli yerini, qaylağını yeyib, qayıdır. Siçan evdə maraqla gözləyir. Pişik qaydan kimi soruşur. Hə, uşağın adını nə qoydunuz? Pişiyin cavabı isə həm çox qəribədir, həm də əslində hər şeyi deyir. Adını Xavtap qoyduq, yəni üstü getdi. Siçan bir anlıq duruxur, nə qəribə addır deyə düşünür, amma heç nədən şübhələnmir. Bax, bu xəyanətin ilk zəngi idi, amma siçan onu eşitmədi. Bir dəfə ilə doymaq olarmı? Əlbəttə yox. Pişiyin iştahı daha da açılır. Çox keçmir ki, yenə eyni bəhanə. Bu dəfə deyir ki, başqa bir qohumumun balası olub, boynunda da ağ halqası var, yenə məni xaç atası çağırırlar. Eyni oyun, eyni yalan və eyni hədəf, kilsədəki o yazıq küpə. Və bu dəfəki uşağın adı Halbaus. Mənası yarısı getdi. İndi artıq sıçanın içinə bir qurd düşür. Bu nə adlardı belə deyə şübhələnir, amma yenə də o dostuna olan inamını itirmək istəmir. Və bu, onun ən böyük səhvi olur. Və gəldik son pərdəyə. Pişin acgözlüyü artıq pik həddə çatıb, nəzarətdən çıxıb. O, bu işi kökündən həll etmək, küpəni tamamilə boşaltmaq üçün sonuncu dəfə yola düşür. Bu dəfəki bəhanəsi isə daha xüsusidir. Güya bu bala tam qara, amma pəncələri ağ imiş. Güya çox nadir bir şeydir. Və o qaydanda siçan artıq biraz qorxuyla soruşur. Bəs bunun adı nə oldu? Pişiyin cavabı isə bütün bu qorxunç tapmacanın son parçasıdır. Ganz aus. Yəni, hamısı getdi. Bəli, hər şey bitmişdi. Siçanın taleyi həll olunmuşdu, amma o zavallı hələ də heç nədən xəbərsiz idi. Baxın, indi bu cədvələ diqqətlə nəzər salaq. Hər şey necə də aydındır, elə deyilmi? Birinci mərasim, birinci yalan və ad üstü getdi. İkinci dəvət, ikinci yalan, ad yarısı getdi. Və nəhayət, üçüncü xüsusi dəvət və son ad. Hamısı getdi. Bu təsadüf ola bilərmi? Əlbəttə yox. Bu, addım-addım hesablanmış soyuqqanlı bir xəyanət planıdır. Və artıq vaxtı həqiqətlə üzləşmə anı gəlib çatır. Bütün o yalanların üstü açılmaq üzrədir və boş küpənin soyuq reallığı hər şeyi ortaya çıxaracaq. Qış öz sərt üzünü göstərir. Yemək tapmaq müşkülə çevrilir və bizim ümidlə dolu siçanımız o gizli xəzinələrini xatırlayır. Üzünü dostuna tutub deyir ki, gəl gedək piyimizdən yeyək. Bax bu an hekayənin ən gərgin anıdır. Çünki biz tamaşaçılar olaraq bilirik ki, o küpədə onları nə gözləyir. Amma siçan bilmir.
Nəhayət kilsəyə çatırlar. Həyəcanla mehrabın altına eğilirlər və dəhşət. Küpə oradadır, amma içi tamamilə boşdur. Bir damcı belə piyağı almayıb. Bəs piyhanı? Siçanın ağzından çıxan tək kəlmə bu olur. O anda onun bütün dünyası başına yıxılır. Bütün inamı, bütün ümidləri, hamısı o boş küpənin içində yox olub gedir. Və birdən sanki bir şimşək çaxır. Hər şey aydınlaşır. O qəribə adlar, Haltab, üstü getdi. Bəli, piyin üstü getmişdi. Halbaus, yarısı getdi. Bəli, yarısı yox idi. Və Gansaus, hamısı getdi. Deməli, hər şey bitmişdi. Hər şey. Bəli, indi gəlib çatdıq hekayənin ən amansız, ən soyuq hissəsinə. Pişiyin öz təbiri ilə desək, dünyanın gedişatına. Görək bu vəziyyətdə pişik nə edir və bizə hansı son, unudulmaz dərsi verir. Siçan artıq qorxusunu və şokunu bir kənara qoyub, bütün cəsarətini toplayıb, üzünü pişiyə tutur. Aha, deməli belə. İndi başa düşdüm hər şeyi. Sən hamısı getdini də yemisən. Amma cümləsini bitirə bilmir. Çünki siçan sözünü tamamlamamış, pişik bir göz qırpımında onun üstünə atılır və onu bütöv şəkildə udur. Bəli, oyun bitdi. Ən başından bəri mövcud olan o güc fərqi öz son qanlı sözünü dedi. Və hekayə pişiyin o unudulmaz, o soyuq cümləsi ilə bitir. Bu, dünyanın gedişatıdır. Bu sözlər əslində bütün nağılın bizə vermək istədiyi mesajdır. Bəlkə də təbiətin qanunu budur. Güclü, zəifi əzir və bəzi dostluqlar elə başından məhvə məhkumdur. Bu, sadə nağılın arxasındakı sərt həqiqət məhz budur.